Salam əziz dostlar, xoş gördük hər birinizi. Deməli, Güvən Nəşriyyat kitabının vektorlar mövzusunda 50-ci suala qədər gəlmişdik. 51-ci sualdan izahlar sizə təqdim edirəm. Başlamamışdan qabaq kanalımıza abunə olub bizi dəstəkləməyi yaddan çıxartmayın. Başlayaq. Bismillah. Birinci sualımız 51 yəni. 51-ci sualda deyir ki, A 13 4 nöqtəsindən x kvadratı çıxılsın 2x üstəgələk y kvadratı üstəgəlinsin 10y çıxılsın 10 bərabərdir 0 çevrəsinə qədər məsafəni tapın. Gəlin birinci bu çevrənin mərkəzini tapaq. Tənliyi ümumi olaraq x minus a-nın kvadratı plus y minus b-nin kvadratı bərabərdir r kvadratı şəklinə gətirək. Ondan sonra sualı cavab verək. Deməli, burada x kvadrat çıxılsın 2x var. Deməli, mənə bir dənə nə lazımdır? 1 lazımdır. 1-in kvadratı çıxaq 1-in kvadratı. Digər tərəfdən y kvadratı plus 10y. Deməli, mənə bir dənə 5 lazımdır. 5-in kvadratı çıxaq 5-in kvadratı minus 10 bərabərdir 0. Bu olur x minus 1-in kvadratı çıxaq 1 üstə gəlinsin y plus 5-in kvadratı çıxaq 25 çıxaq 10 bərabərdir 0-a. Buradan x minus 1-in kvadratı plus y plus 5-in kvadratı bərabərdir 36. Deməli, bizim çevrəmizin mərkəzi 1 mənfi 5-də, radiusu isə 6-dır. İndi məsələ nədir? Bax, çevrə belə bir çevrədir, deyək ki, mərkəzi 1 mənfi 5-dədir və bir dənə nöqtə var burada A nöqtəsi 13 4 nöqtəsi. Bu nöqtədən çevrəyə qədər məsafə deyəndə mən bu nöqtə ilə çevrənin mərkəzini birləşdirirəm. Çevrəni kəsdiyi yerdə dayanıram. Məndən əslində AB-ni soruşur. Bax, bunu soruşur. Çevrənin mərkəzinə qədər demir, çevrəyə qədər məsafə deyir. Düzdür? Çevrəsinə qədər məsafə. Tamam, onda nə etmək olar? Mərkəzə qədər məsafəni tapım, oradan bir dənə 6 çıxım, yəni radius. İki nöqtə arasındakı məsafə düsturuna görə OA məsafəsi və yaxud da AO məsafəsi bərabərdir. 13-dən 1 çıxanda 12, 12-nin kvadratı plus 4-dən 5 çıxanda olur, mənfi 5 çıxanda 9, 9-un kvadratı. Bu da 144 üstəgələk 81, 225, 15 eləyir. Mən də AB məsafəsini tapmaq üçün həmin 15-dən çıxacam 6-nı. Olacaq 9 A variantı 51-ci sualımız. Növbəti sualımız 52-ci sual. Mərkəzi birinci rübdə olan çevrə OX oxu ilə 2, 0 və 10, 0 nöqtələrində kəsişir. Gəl bunu təsvir edək. Bir dənə çevrəmiz var. Mərkəzi 2, 0 nöqtəsindədir. OX oxunu 2, 0 və 10, 0-da kəsir. OY oxuna da toxunur. Tam olaraq vəziyyət bax belədir. Mərkəzi birinci rübdədir. OX oxun burada, bax burada, bir də burada kəsir. OY oxuna da toxunur. Çevrənin mərkəzindən OX oxuna qədər məsafəni tapın. Söhbət bax bu göy xəttdən gedir, bax bu işarələdiyim. Bura O desəm, M desəm, O M-dən gedir. Necə tapacam o M-i? Bu X oxun 2-də 10-da kəsdiyinə görə parçanın orta nöqtəsinin koordinatına görə M-i tapa bilərəm mən. Aydındır. M-i rahatlıqla tapa bilərəm. Necə taparam? M-in koordinatlarını tapanda 2 ilə 10-u toplayıb bölərəm 2-yə. Bu da eləyər 6. Deməli, bura 6-dır. Bura 6-dırsa, deməli, çevrənin radiusu nədir?
6'dır. Düzdürmü? Çünki çevrəyə toxunduğuna görə, çevrə o y oxuna toxunduğuna görə bu məsafə 6-dırsa, elə bu məsafədə nə olur? 6 olur. Və buradan bura qədər məsafə nədir bəs? Təbii ki, bura 2-dirsə, bura 6-dırsa, burada bir dənə A desəm, AM bərabər olur 4-ə. Mən bunu çevrənin mərkəzi ilə birləşdirsəm, bu qırmızı xəttə radiusdur axı. Bu 6-dırsa, elə bu da 6 olur. Burada 4'dür. Onda Pifaqor teoreminə görə OM-in kvadratı üstə gəlinsin 4'ün kvadratı bərabərdir 6'nın kvadratı. 36 çıxılsın 16. OM-in kvadratı bərabərdir 20. OM bərabərdir kök altında 20. Bu da eləyir 2 kökdə 5. D variantı. Üçüncü çalışma. Mərkəzi birinci cübdə yerləşən OY oxu ilə 0,4 və 0,9 nöqtədəki bu çevrənin OX oxuna toxunursa, çevrənin mərkəzi koordinat başlanğıcında hansıdır? Mərkəzinin koordinatları. Tamam. Gəl bunu çəkək indi. Deməli, bu X, bu da Y. Birinci cübdədir mərkəzi. OY oxu ilə 0,4. Deyək ki, burada 4'dür. 0,9. Deyək ki, burada 9'dur. Kəsir. Bu çevrə OX oxuna toxunur. Gəl çəkək çevrəni. Dediyi vəziyyəti yaratmağa çalışaq. Belədir vəziyyət. Mərkəz birinci cübdədir. Bax, buradadır. Mərkəzin koordinatlarını soruşur bizdən. Burada 4, 9'sa bu orta nöqtənin koordinatını tapa bilərəm. Yəni, bunun Y-in rahatlıqla tapa bilərəm. Aydındır. 9 plus 4 bölünsün 2 parçanın orta nöqtəsinin koordinatlarından 13 bölü 2 6,5. Deməli, bunun Y-i 6,5'dir. Qaldı X-in tapmaq. X-i də budur da. Bura 6,5'dirsə Y-i. Bu məsafə 6,5 deməli. Düzdür. Deməli, bunun radiusu nədir? Elə 6,5'dir. Qaldı bunu tapmaq. Düzdürmü? Bunu necə taparam? Bax, bunu birləşdirərəm buraya ilə. Bu da 6,5'dir. Düzdür. Buranı da bilirəm. Çünki 6'dan çıxacam 4'dür. Olacaq 2. 6,5'dən daha doğrusu. Olacaq 2,5 bax bura, bu hissə. Pifaqor teoreminə görə bura bir X desəm, X kvadrat üstə gəlsin 2,5'in kvadratı bərabərdir 6,5'in kvadratdan. Buradan X kvadratı bərabərdir 6,5'in kvadratı çıxaq 2,5. Buradan kvadratlar fərqini tətbiq eləsəm 6,5 çıxaq 2,5. 6,5 üstə gələk 2,5. Buradan X kvadrat bərabərdir 4 vurulsun 9, 36, X bərabərdir 6'ya. Deməli, burada 6'dır. Deməli, mərkəz 6, 6,5'dədir. E variantı. Belə. 54. Başlanğıcı 1, 2 və sonu 4, 6 nöqtəsində olan vektorunu göstərin. Vektor komponentləri ilə yazanda son nöqtəsinin koordinatından başlanğıc nöqtəsinin koordinatını çıxırlar X-in tapmaq üçün. Yəni 4'dən çıxacam 1, 6'dan da çıxacam 2. Olacaq 3, 4.
AB vektoru olacaq. Bircə dəqiqə. Hədə AB, mən bura səhv yazmışam. AB vektoru. AB vektoru olacaq 3, 4. C variantı. 75. 75 nədir ay qardaş? Deyəsən yorulmuşam. 55. A vektoru başlanğıc nöqtəsinin koordinatları 2, 4 olarsa, son nöqtəsinin koordinatlarını tapın. Mən bilməliyəm ki, əgər A vektoru komponentləri 3, 5-dirsə, başlanğıc nöqtəsi 2, 4-dirsə, son nöqtəsi də x, y desəm, x-dan 2-ni çıxanda 3 olub, x-i 5-dir, y-dən də 4-ü çıxanda 5 olub, y-də 9-dur. Yəni, son nöqtəsi 5, 9-da olub. A variantı 55. 56. A vektorunun son nöqtəsinin koordinatı bu olarsa, başlanğıc nöqtəsinin koordinatı nə ilə? Bircə dəqiqə. A vektoru 2, 6-dadır. Son nöqtəsi 7, 8-dədir. Başlanğıc nöqtəsi də deyək ki, x, y-dir. Onda 7-dən x çıxanda 2 olur, x 5-dir. 8-dən də y çıxanda 6 olub. Y də 2-dir. Deməli, başlanğıc nöqtəsi 5, 2-də olub o vektorun. E variantı. 56. Sonra 57. Vektorun uzunluğunu tapın. Vektorun uzunluğunu tapanda 10 komponentlərin kvadrata yüksəldib toplayırlar, kök alırlar. 4-ün kvadratı bu da eləyir 5. 58. Vektorun uzunluğu 10-dur. Onda 6-nın kvadratı üstə gəlsin, y-in kvadratı bərabərdir 10-dur. 36 üstə gələ y kvadratı bərabərdir 100-ə. Y kvadratı bərabərdir 64-ə. Y müsbət mənfi 8-dir. Müsbət qiymətini soruşduğuna görə cavab olur E variantı 58-də. 59. Vektorun uzunluğu 13 üstə x-in mənfi qiyməti. Bax, x kvadrat üstə gələ 5-in kvadratı bərabərdir 13-in kvadratı. Belə də yaza bilərsən. X kvadratı bərabərdir 12-in deməli kvadratı olur, 144 olur. X bərabərdir müsbət mənfi 12. Mənfi qiymətini istədiyinə görə mənfi 12 D variantı. 60-cı sual. Vahid vektor. Uzunluğu 1-ə bərabər olan vektora vahid vektor deyirlər. Burada da uzunluğu 1-ə bərabər olan vektor B vektorudur. B variantındakı vektordur. Burada 9-cu sinifdə səhv eləyiblər. Bunu 10-11-in kitabından götürüb yazıblar bu sualları bura. Burada birdən rastlaşarsınız, burada fikirləşərsiniz ki, bu nə day müəllim? 3 koordinat var burada. 1, 2, 3. Fəzadan söhbət gedir. 10-cu sinifdə keçirilir o. Bura səhvən salıblar bunu, yəni. 11-ci sinif kitabından kopyaladıqlarına görə götürüb burada atıblar o sualı. Yaxşı, bu sizi çaşdırmasın. Amma yenə də eyni qaydada da əslində fəzada da eyni söhbətdir. Kvadrata yüksəldirsən, bax, B bəndində kök altında 0-ın kvadratı üstə gəlsin, 0-ın kvadratı üstə gələ 1-in kvadratı olur, kök altında 1, uzunluq olur 1. Uzunluğu 1-ə bərabər olan vektora da vahid vektor deyirlər, ona görə cavab B-də 60-dan. 61-ci sualda deyir ki, hansı vahid vektordur? Uzunluğu 1-ə bərabər olan vektor vahid vektordur, o da C variantıdır, bax. Kök altında mənfi 0,6-nın kvadratının üstünə 0,8-in kvadratını gələndə 0,36 üstə gələk 0,64 eləyəcək 1, oradan da çıxacaq 1. Uzunluğu 1 olduğuna görə vahid vektor C variantdır. K-nın hansı qiymətində vektorun uzunluğu vahidə bərabərdir? Heç nə də, yəni K kvadratı üstə gəlsin mənfi 1-in kvadratı, mənfi 1-in kvadratı bərabərdir 1-in kvadratı. K kvadratı üstə gələk 1 çıxaq 1 bərabərdir 1, K bərabərdir 0. K-nın 0 qiymətində. 63. Uzunluğunu tapın. Kök altında 3-ün kvadratı üstə gələk mənfi 7-nin
kvadratı kök altında 9 plus 49 kök altında 58 A variantı. 64 vektorun uzunluğu 5'e bərabər olarsa x kvadrat üstə gəlib 4'ün kvadratı bərabərdir 5'in kvadratına. X kvadrat bərabər 9, x bərabərdir müsbət mənfi 3. Müsbət 3 ilə də mənfi 3'ün cəmsi eləyir 0. Mümkün qiymətləri cəmi istəyirdi. 65 vektoru ilə əks işarəli olan və A vektoru mənfi 4 sıfırdır. Modulda A vektoru 2 modulda B vektoru. Şərtini ödəyən B vektorunu tapın. Deməli, buradan modulda B vektoru bərabərdir. Modulda A vektoru bölünsün 2. Yəni A vektorunun uzunluğunun yarısı qədər uzunluğu olan bir vektor lazımdır mənə. A vektorunun uzunluğunu da buradan tapa bilərəm. Yəni modulda A vektorunun uzunluğu deməkdir. Kök altında mənfi 4'ün kvadratı üstə gələk 0'ın kvadratı. Bu da eləyir elə 4. Yerinə yazanda 4 bölünsün 2 bərabərdir 2'yə. Deməli uzunluğu 2 olan bunun əksi olan vektor. Yadınızda saxlayın, əks vektorların komponentlərinin nisbəti bizə mənfi verməlidir. Aydındır. Mən baxıram məsələn uzunluğu 2 olan bundan əks olacaq vektor E variantına baxın. E variantında vektora bax 2 0 vektor. Bax komponentlərin bir-birinə böləndə mənfi 4'ü 2'yə böləndə mənfi 4'ü 2'yə böləndə mənfi 2 verir bizə. Görürsünüz, nisbəti mənfi verir. Əlavə olaraq uzunluğu da kök altında 2'nin kvadratı üstə gələ 0'ın kvadratı bərabər olur 2'yə. Yəni deyilən şərtə uyğundur. Ya da istəsən təsvir eləyə bilərsən, lap istəyirsən. Ədəd oxu çəkərsən. Mənfi 4 0 vektoru. X-i mənfi 4 0. Bax, mənfi 4 0 vektoru bu vektordur. Üzü bu tərəfə. Mən sənə hansını dedim? 2 0. 2 0 vektoru isə tamamilə bunun əksinə gedən və bunun uzunluğunun yarısı qədər uzunluğa malik olan vektor. 2 0 vektordur, bu vektordur. Görürsən, bunun əksinədir. Ona görə cavab olur E variantı. 65'də. 66'da. Komponentləri ilə verilmiş vektorların cəmini tapanda x ilə x-in, y ilə y-in toplamaq lazımdır. Yəni 3 ilə 5'i toplayacaqsan, 4 ilə də 3'ü. Olacaq 8, 7. C variantı 66. Sonra 67. Fərqin tapanda da eyni qayda. 8'dən 2 çıxacaqsan 6, 7'dən 3 çıxacaqsan 4. C variantı 68. A'nın üstünə 2B gələcəksən. A vektorunun komponenti nədir? 5, 4. 2B deyəndə 2'yə vuracaqsan B-ni. Olacaq 2, 6. Sonra toplayacaqsan. Olacaq 7, 10. B variantı 69. 2A vektoru nə olacaq? 18 olacaq. 2'yə vurdum. B vektoru da nədir? 1, 3'dür. İndi bundan bunu çıxanda 2A çıxılsın B vektoru. 10'dan 1 çıxanda 9. 8'dən 3 çıxanda 5. Olacaq B variantı. 70. sualımız. A vektoru 8, 4'dür. 4B vektorun yaradanda olacaq nə? 4, 12. 4'ə vurdum da. Toplayanda da olacaq A vektoru plus 4B vektoru 12, 16.
Uzunluğun deyir tap. 144 plus 256 eləyir 400. Oradan da çıxır 20. Yəni komponentini tapıb oradan tapırsan. Yaxşı. 71. 3A çıxaq B'nin uzunluğunu tap. 3A vektoru çıxaq B vektoru. 3A eləyir 6, 15. Çıxaq B vektoru da 1, 3'dür. Bu da eləyir 5, 12. Bunda uzunluğunu tapanda 5'in kvadratı üstə eləyir 12'nin kvadratı. Bu da eləyir 13. D variantı. 71. Növbəti sualımız 72. Koordinatlarını deyir tap. 2A vektoru üstə gələk B vektoru. Deməli 2'yə vururam A vektorun. Mənfi 2, 4. Üstə gələk B vektoru da 3, 1'dir. Toplayanda bu eləyir 1, 5. A variantı 72. 73. Koordinatlarını soruşur. 5A çıxaq 3B. 5'ə vururam A'nı. 15, 15 olur. B'ni də 3'ə vururam. Mənfi 6, 15 olur. Və bir-birindən çıxanda 21, 0. B variantı. 74. 5A çıxaq 3B. Yenə də. 5'ə vururam. Eyni şey verir baxın. Baxın. A3, 3B, mənfi 5 vektoru verilibsə, vektorun koordinatlarını, vektorun koordinatlarını tapın. Çox enteresan. Eyni sualdır yəni. 73'dən 74. Yaxşı, elə orada da cavab olacaq B. 74'də də. Nəysə dəyişib ki burada. A vektoru 3, 3, mənfi 2, 5. Və niyə cavabı E verib ki? Öz aləmində nəysə dəyişib. Bax, lap istəyirsiniz hesablayıb, problem yoxdur. 5A 15, 15 olur. 3'ə vuranda da mənfi 6, 15 olur. Çıxanda da nə eləyir? 21, 0. Olur B variantı. 75. Deməli. A vektoru 1, 2. B vektoru mənfi 2, 3. A çıxaq 2B'nin uzunluğu lazımdır. Modulu deməkdir. Yəni 1, 2 çıxaq mənfi 4, 6. Nə olur? 5. 2'dən 6 çıxanda nə olur? Mənfi 4. Bunda uzunluğunu tapanda 25 üstə gələk 16. Kök altda 41. C variantı 75. 76. A vektoru 3, mənfi 1. B vektoru 9, 6. Cəminin uzunluğu lazımdır. A plus B 12, 5. Uzunluğunu tapanda 12'nin kvadratı üstə gələk 5'in kvadratı. Verir 13. Yetmiş yeddi. AB vektoru verilib. A plus B 5'dir deyir. Deməli, birinci A plus B-ni gəl müəyyən eləyək. 2 minus 2 gələndə 4M. M minus 1 ise 2M plus 1 gələndə 3M. AB vektorunun uzunluğu, bax,
modulda A plus B o deməkdir ki, AB vektorun uzunluğu 5'dir. Yəni kök altında 4m kvadrat üstə gəlsin 3m kvadratı 5'dir. 25m kvadratı bərabərdir 25'ə kvadrata yüksəltdim hər iki tərəf. M kvadratı bərabərdir 25'ə 1'ə m 1'dir. Özdə müsbət mənfi 1'dir. E variantı 77. Bizcə də 77-ni C niyə verib ki bu? 77 C verib. Seti gedib burada bunların. Çünki bayaqında səhvləmişdi. Əsəbləşdirirlər məni. 78. Yorğun vaxtımda bu dəqiqə əsəbləşəcəm bunlara. 80'i çatdırım, bunu saxlayıram. Yoxsa savaşacağım bu kitabla. X plus Y. Bərabər vektor olar. Vektor bərabərsə komponentləri eynidir. X mənfi 1'dir. Y də 2'dir. X plus Y də mənfi 1 plus 2. Bərabərdir 1'ə. B variantı 78. 79. Aşağıdaşlardan hansı vektor ilə əks vektordur? 3 mənfi 1. Əks vektorların uyğun komponentlərinin nisbəti mənfi bir-birinə bərabər olur, amma mənfi bərabər olur. Yəni bax, A variantı yox, B variantı yox, C variantı yox, D variantı, E variantı bəli. Bax, E variantına bax. E variantındakı vektor mənfi 3, 1 vektorudur. Nisbətə bax, 3 bölək mənfi 3 bərabərdir mənfi 1 bölək 1 və kiçikdir 0-dan. Yəni uyğun komponentlərin nisbəti əks işarəli çıxmalıdır. Bir-birinə bərabər, amma əks işarəli çıxmalıdır ki, vektorlar bir-birinə nə olsun? Əks olsun. 80. 4 mənfi 1 ilə əks vektor mənfi 4, 1 olacaq. Mənfi 4, 1. A variantı yenə E verib, yenə əsəbləşdirirlər. E yox, yenə verib burada. 80-ci sualı verib B. Hardan əksdir? Nəsə, o cavab variantlarına baxmayacağım. Əgər mənə inanmırsansa, öz müəlliminlə gedib müzakirə eləyə bilərsən, problem yoxdur. Zaten mən sənə dəstək üçün buradayım. Dəstəyimə də inanmırsansa da aynı eləyək. A vektoru 3, 4. Eyni istiqamətli vahid vektorunun koordinatlarını cəmini tapın. Başqa bir vahid vektoru var. Deyək ki, B vektorudur və bundan eyni istiqamətlidir. Eyni istiqamətlidirsə, onda bunun komponenti də 3K, 4K deyəcəm. Niyə? Çünki bax, 3 bölək 3K bərabərdir, 4 bölək 4K bir-birinə bərabər olur. Özdə K böyükdür 0-dan. Onda 3K'nın kvadratı üstə gələk 4K'nın kvadratı vahid vektor olduğuna görə bərabərdir 1'in kvadratı. Buradan 25K kvadratı bərabər olur 1'ə, K kvadratı bərabər olur 25'də 1'ə, K bərabər olur 5'də 1. 0,2. Da mənfisini götürməyəcəm. Bizdən nə istəyir? Koordinatları cəmin tap. 3K-nın 4K-nın cəmsi eləyir 7K. K-nı da 0,2 tapdığıma görə olur 1,4. A variantı 81-ci sualımız. 82-ci sual. 4 vektorun meylbucağı 4 vektoru 45 dərəcə. Bax, x-i 4, y-i də 4. Burada da bu bucaq 45 dərəcə olur. Niyə? Çünki bunu belə çəksən, düzbucaqlı üstbucaq yaranır burada. Katetləri bir-birinə bərabərdir. Bu da 4'dür, bu da deməli 45 dərəcədir vektorun meylbucağı. O da eləyir C variantı. Qayda bir də dala. Baxaq 83'ə. Mənə koordinat lazım idi, ona görə qaydırdım dala. Aha, 83.
2 kökdə 3 vektorunun meyl bucağını tap. Bu vektorun meyl bucağını tapmaq üçün təsvir eləyək. Bax, 2 burada, 2 kökdə 3 də burada. Düzdür? Bu vektorun meyl bucağı budur. Qarşı katet nədir? 2 kökdə 3. Bitişik katet nədir? 2. Buradan tangens alfa bərabərdir. 2 kökdə 3 bölə 2. Buradan tangens alfa nəyə bərabərdir? Kökdə 3-ə. Tangens neçə dərəcədə kökdə 3-dür? 60 dərəcədə. Deməli, meyl bucağı neçə dərəcədir? 60 dərəcə. O da nə variantıdır? B variantı. 83-cü sualımız. 84-cü sualda 7 kökdə 3 7 vektorunun meyl bucağını tapın. Tapaq, problem yoxdur. Heç problem yoxdur. Bax, x-i 7 kökdə 3, y-i 7. Bu vektorun meyl bucağı. Qarşı katet 7'dir. Bitişik katet 7 kökdə 3. Bu nə vaxt olur? Buradakı bucaq 30 dərəcə olanda, buradakı 60 dərəcə olanda. Meyl bucağı da bu bucaq olduğuna görə tangesini də tapa bilərim. İndi belə elədim. Bunda bir fərqli üsulla elədim. Cavab olur D variantı. 84'də. A vektoru 2 kökdə 6. Ümumiyyətlə bilməlisən ki, vektorun y-in x-ına böləndə tangens alfanı verir bizə. Bax, tangens alfa bərabərdir. Kökdə 6 bölə şəkil çəkmədən kökdə 2. Buradan tangens alfa bərabərdir kökdə 3. Deməli, alfa 60 dərəcədir. Meyl bucağını soruşur səndən. 60 dərəcə. İşarəsinə görə də yenə rüblərə görə dəyişir. D variantı 85. 86. Vektorun meyl bucağı. Deyəcəksən, bu necə olur? Müəllim, bölə bilmirəm axı 8-0. Biraz böyüyəndə görəcəksən də o niyəyə görə elədir. X-i 0-dır, y-i 8. Deməli, vektor buradadır. O, belədir. Deməli, bunun meyl bucağı 90 dərəcə var. 8-dədir də, 0-8-də. 0-8 bura deməkdir. Deməli, meyl bucağı 90 dərəcədir. Zaten ona görə böləlim. Çünki tangens 90 dərəcə təyin olunur. 87. Uzunluğu 6 olan A vektorudur. X, Y. Meyl bucağı 45 dərəcədir. X, Y A-sını tap. Bax, meyl bucağı 45 dərəcədirsə, uzunluğu da 6-dırsa. Deməli, birinci rübdə yerləşir. Meyl bucağı 45 dərəcədir. Bura 45 dərəcədir. Vektorun öz uzunluğu 6-dır. Bu, bunun y-idir, bu da x-idir bura. Aydındır. Mən bilirəm ki, burada 45'dir. Onda x y-nə bərabərdir. X bərabərdir y-ə, bərabərdir 6 bölən kökdə 2-yə. Düz bucaqlı, üst bucaqdan bilirsən də bunu. Bərabər yanı düz bucaqlı, üst bucaqda hipotenuz katetin kökdə 2 mislidir. Katet hipotenuzu kökdə 2-yə böləndə alınır. Sənə də deyir, x, y hasilini tap. Deməli, 6 kökdə 2, vuraq 6 kökdə 2. Deyir, 36 bölə 2, 18. A variantı 87. Növbəti sualımız 90'da dəqiqli yanacaq. 88 çünki artıq getmir. Başlanğıcı mənfi bir nöqtəsində olan, sonu koordinat başlanğıcında olan vektorun meyl bucağını tapın. Başlanğıcı mənfi 1 nöqtəsində. Mənfi 1 nöqtəsində və sonu koordinat başlanğıcında. Deyə bilərsən, müəllim, bu necə vektordur? Olur. Bax, bunun meyl bucağını necə tapacaqsan, mən sənə deyim.
Bu necə vektordur, qardaş, bizə dəqiqə deyəm. Bax, bu vektoru götürəcəksən, gətirib koordinat başlanğıcından eyni qədər çəkəcəksən. Burada yaratdığı bucaq, bunun meyl bucağı olacaq. Bu da 45 dərəcədir. Niyə? Çünki mənfi bir birdə olduğuna görə bununla bu birə bərabər idi. Bunlar 45 idi. Bunu sən bura çəkəndə buradakı bucaqda yenə 45 dərəcə olacaq. Meyl bucağı 45 dərəcə olacaq. Yəni başqa şey olmayacaq. Orada sənə koordinatlar çaşdırmasın. 88 89 modulu 6 meyl bucağı 30 olan vektorun komponentlərini tapın. Uzunluğu 6'dır vektorun. Uzunluğu 6'dır bax. Uzunluğu 6'dır. Meyl bucağı 30 dərəcədir. Onda bu komponentini tapanda 30 dərəcəli bucağın qarşıdakı hipotenuzun yarısıdır. Deməli bu 3'dür. O 3'dürsə, deməli bunun y-i 3'dür, qarşı katet 3'dür. Aydındır, bura 3'dür. Burada 60 olur onda, burada 3 kökdə 3 olur. Deməli onda bu koordinatda 3 kökdə 3'dür. Deməli x olur 3 kökdə 3, y də olur 3. Cavab olur D variantı 89'da. Nəhayət 90-cı sualımız bu günə olan son sualımızdır. Modulu 4 və meyl bucağı 45 olan vektorun komponent tapın kökdə 2 kökdə 2 x-dir. Vektorun modulu 4'dür. Meyl bucağı 45 dərəcədirsə, burada bərabər yanı düz bucaqlı üst bucaq yanar. Deməli, bunun katetləri ikisi də 2 kökdə 2-dir ki, kökdə 2 oranında 4 alınır. Deməli, bunun hər iki komponenti nə olur? 2 kökdə 2. E variantı 90-cı sualımız. Belə, əziz şagirdlərimiz, əziz izləyicilərimiz, bu da bu günə olan son sualımız. Artıq yoruldum. Ona görə də növbəti izahda bu bölməni sonlandırarıq. Sağ olun. Saat da neçədir var? Saat 2-yə qalıb. 2-yə yox, 1-ə qalıb gecə. Ona görə də əməyə hörmət, kanala abunə oluruq. Qonum, qonşu, evə gələn hamının kanala abunə edirik. Bir türlü 5000-ə çata bilmirik. Sağ olun. Növbəti izahlarda görüşərik. Sizə inanıram. Danışa da bilmirəm artıq. Sağ olun.